Əslən Yevlax şəhərindən olan, hazırda Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan və Qobu Uşaq İncəsənət Məktəbində tar müəllimi kimi fəaliyyət göstərən istedadlı tarezən və pedaqoq Nicat Məmmədovun həyata keçirdiyi Muğam Zənciri layihəsi Azərbaycan musiqi mədəniyyətinə dəyərli töhfədir. Layihə çərçivəsində musiqi və incəsənət məktəblərinin tar müəllimləri bir araya gələrək muğamın hər bir şöbəsini ayrı-ayrı ifa ediblər. Daha sonra bu ifalar birləşdirilərək bütöv dəstgah formatında video hazırlanıb. Bu yanaşma həm gənc ifaçıların istedadını üzə çıxarır, həm də milli musiqimizin yeni nəslə daha yaradıcı və təsirli şəkildə çatdırılmasına xidmət edir. Əminliklə demək olar ki, Muğam Zənciri həm pedaqoji, həm də mədəni baxımdan nümunəvi bir layihədir. Düşünürük ki, bu kimi təşəbbüslərin genişlənməsi və davamlı olması üçün Mədəniyyət Nazirliyinin belə müəllimlərə və layihələrə dəstək göstərməsi daha da faydalı ola bilər. Muğam Zənciri musiqi məktəbləri arasında birliyi, yaradıcılığı və milli dəyərlərin yaşadılmasını simvolizə edən layihədir. Hər şöbə bir məktəb, hər ifa isə bu zəncirin bir halqasıdır. Gündüz Əliyev, Dialoq TV, Bakı.